Xoş gördük əziz dinləyicilər. Mən sizə demişdim ki, bu Davos İqtisadi Forumunda çox maraqlı hadisələr də baş vermişdi. Bu çox maraqlı hadisələrdən və çox maraqlı çıxışlardan biri də əlbəttə ki, Ukrayna prezidenti Zelenskinin möhtəşəm çıxışıdır. Düzdür, Kanada rəhbəri də çox möhtəşəm bir çıxış elədi, amma mən düşünürəm ki, həqiqətən Zelenskinin çıxışı kitablara, tarixə düşəcəyi və bütün nəsillərin oxuya biləcəyi və əsasən də Avropa və Avropa rəhbərlərinin dinləyib dərd çıxardacağı bir məktəb ssenarisidir desəm yanılmaram. Çünki Zelenski bütün bu çıxışında əlbəttə ki, Avropanı müəyyən mənada qınayırdı, dünyanı qınayırdı, dünyanın necə hərəkət eləyəcəyindən danışırdı. Bu günləri Avropanın ortasında duran, tutaq ki, onun müdafiəsini qoruyan Zelenskinin Ukraynanın möhtəşəm Rusiyaya qarşı dirənməyindən danışırdı. Və yaxud da Qrenlandiyanın müdafiəsi baxımından bildirdi ki, niyə Qrenlandiyanı müdafiə edə bilmirsiniz? İstəyirsiniz, mən bu təcrübəni sizə deyim. Necə ki, mən Krım ətrafında, Qara dənizdə Rusiyanın bir gəmisini də belə qoymuram və vurub batırıramsa, istəyirsiniz, mənim təcrübəmdən yararlana bilərsiniz. Gedib mən Qrenlandiyanı belə qoruya bilərəm. Bəli, bu günləri Avropada təəssüflər olsun ki, lider çatışmazlığı var, təəssüflər olsun. Bu, əlbəttə bir birliyin və demokratiyadan da müəyyən asılılıqları var, amma gəlin etiraf eləyək ki, bugün Avropada lider yoxdur. Heç olmasa Zelenski kimi bir lider yoxdur ki, o göstərsin. Zelenski həm də bu barədə, həm də İranı da müəyyən mənada tənqid etdi və İranı da bildirdi ki, biz dünya İran xalqına kömək eləmədi. Düzdür, bu barədə Arakçinin də bir cavabı var, inşallah ondan da danışaram. Yəni, əsasən mən bildirdiyim kimi, yəni Zelenskinin çıxışları əsasən Avropanın qınanması, Amerikanın qınanması, Trump heç vaxt dəyişməyəcək, Avropa nəhayət ayağını yerə vurmalıdır, sərt bir siyasət yürütməlidir, Ukraynaya lazım olan bütün dəstəklər verilməlidir. Bugün Amerika necə gəmiləri tutursa, siz də bunları tutmalısınız. Qrenlandiya necə qorunmalıdır, güclə qorunmalıdır və nəhayət bu gücdən danışdı və müəyyən mənada dəst keçdi. Və bundan istifadə və Avropanı ki, gəmilərin tutulmasında, yəni Rusiyanın kölgə donanmasının tutulması məsələsində iradını bildirdiyindən sonra nəhayət bugün Fransada ilk dəfə olaraq Rusiyanın kölgə donanmasına aid olan bir gəmini tutdu və çox da doğru əlbəttə ki etdi. Nəhayət həm Trump'ın sülh konferansına qoşulmamaqla müəyyən mənada Avropa öz gücünü ortaya qoymaya çalışır, onunla razılaşma məsələsini ortaya qoymaya çalışır və nəhayət Avropa titrir və daha böyük bir gücə çevrilmək yolundadır. İkinci bildirdiyim kimi, bugün Ərakçiyə də məsələn İranı da tənqid etdi ki, məsələn İranda insanları öldürürlər və dünya susur və dünya İrana kömək etmir. Buna Ərakçıdan bir cavab gəlib, Ərakçı da eynən Putinin dilində danışıb, bu klonlardan artıq bezmişik falan bu mənada. Amma həqiqətən bu günləri İran hökuməti zalim bir hökumətdir. Bu günləri İran rejimi 10 minlərlə insanın qanına batmış bir rejimdir və bu rejimə bu günlər Çin kömək edir. Bugün Rusiya kömək edir və bildirir ki, güya Zelenski dünyadan asılı, dünya ona kömək edir. Baxın, bugün Zelenski insanlar tərəfindən, öz xalqı tərəfindən seçilib, amma İran rejimi isə güclə orada qalmaqdadır. İran xalqının üzünə tüpürür, amma güclə orada qalmaqdadır. İran xalqı bugün əziyyət çəkir. İran xalqı bu günləri diz çöküb. O minlərlə insanlar qırılıb. Və bu günləri deyir ki, güya Zelenski dünyadan asılı. Və siz kimdən asılı? Siz Rusiyaya yalvarmırsınız? Siz Çinə yalvarmırsınız? Bizə kömək eləyin. Demirsinizmi? Bu günləri Çin öz ölkəsində Tiananmen soyqırımı, 1989-cu ildə baş verən Tiananmen soyqırımının eynən kopyasını bugün İranda edir. O da İrana hər cürə yardım edir ki, sən öz xalqı qır, sən öz xalqı qırmaqda davam etkinən. Çünki sənin hakimiyyətdə qalmağın mənim üçün önəmlidir. Sənin bu rejimin hakimiyyətdə qalması Çinin üçün önəmlidir. Çünki ucuz bazar yaradır və Çin doları sömürür. Amma bütün bunlarla bərabər əlbəttə ki, Amerikadan da ciddi addımlar var. Amerika qüvvələri, məhz bu Trump Davosda da bildirdi. Amerika qüvvələri böyük eşalonla məhz İran körfəzinə doğru, Aralı Hind okeanına doğru gəlir. Və onların Lincoln gəmiləri də artıq yaxınlaşmaqdadır və Amerikadan İrana qarşı hər hansı bir təcavüz məsələsi yenə də pik nöqtəyə çatıb. Təşəkkür edirəm.